Bismillahirrahmanirrahim. Bəqərə surəsi 816-cı ayələr. Ayələrin tərcüməsi. İnsanlar içərisində elələri vardır ki, iman gətirmədikləri halda biz Allaha və qiyamət gününə iman gətirdik deyirlər. Allahı və möminləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadırlar, lakin bunu anlamırlar. Onların ürəyində bir növ xəstəlik var. Allah onların xəstəliyini daha da artırmışdır. Yalan dedikləri üçün onları şiddətlə bir əzab gözləyir. Onlara yer üzündə fəsad törətməyin dedikdə, biz yalnız islah edənlərik deyə cavab verirlər. Bilin ki, məhz onlar fəsad törədənlərdir. Lakin bunu dərk etmirlər. Onlara digər insanlar kimi iman gətirin deyildiyi zaman, biz də səfehlər kimi iman gətirək deyə cavab verirlər. Agah olun ki, səfehlər onların özləridir. Lakin bunu bilmirlər. Onlar möminlərlə qarşılaşdıqları zaman biz iman gətirmişik deyirlər. Amma öz şeytanları ilə xəlfətə çəkildikləri zaman biz sizinləyik, biz sadəcə onları ələ salırıq deyirlər. Allah da onları ələ salar və onları tüğyanları içində saxlayar ki, sərgərdan olsunlar. Onlar hidayətə azğınlığa çatmış kəslərdir. Onların alveri xeyir gətirməyib və haqq yolunu tapmayıblar. Ayələrin təfsiri 3-cü dəstə. Münafiqlər. Bu ayələr münafiqlər, onların xüsusiyyət və əməlləri haqqında yığcam, lakin doluğu məlumat verir. İslam dini tarixi boyu müəyyən bir qrup insanlarla qarşılaşmışdır ki, onlar səmimi qəlbdən iman gətirməmişlər. Eyni zamanda İslama qarşı açıq şəkildə düşmənçilik etməyə də cəsarətləri çatmamışdı. Quranın münafiq adlandırdığı bu iki üzvlü insanlar müsəlmanların arasına qarışaraq din üçün böyük təhlükə yaratmışlar. Özü də üzdə özlərini müsəlman kimi göstərdikləri üçün onları tanımaq çox çətin idi. Buna görə də Quran onların bir sıra xüsusiyyətlərini açıq şəkildə bəyan etməklə onların həqiqi üzvlərini müsəlmanlara tanıtdırır. Bu həm də bütün əsrlər boyu münafiqləri tanımaq üçün bir şablon sayılır. Haqqında danışacağımız ayələr ilk növbədə münafiqlik barədə açıqlama verərək buyurur. İnsanlar içərisində elələri vardır ki, iman gətirmədikləri halda biz Allaha və qiyamət gününə iman gətirdik deyirlər. Münafiqlər bu hərəkəti bir növ zirəklik hesab edərək sanki Allahı və möminləri aldatmağa çalışırlar. Lakin xəbərləri yoxdur ki, bu əməllə yalnız özlərini aldadırlar. Allahı və möminləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadırlar. Lakin bunu anlamırlar. Onlar doğru yoldan sapmaqla bir ömür boyu azğınlıq içərisində yaşayır, bütün imkanlarını puç edir, axırda da uğursuzluq, bədnamlıq və Allahın əzabından başqa heç nə qazanmırlar. Növbəti ayədə nifaqın bir xəstəlik olduğunu bildirir. Sağlam insanın yalnız da bir üzü olar. Onun ruhu və cismi bir-biri ilə tam uyğundur. Çünki zahiri ilə batini, ruhu ilə cismi bir-birini tamamlayır. Əgər mömindirsə, bütün varlığı ilə mömindir. Yox, əgər azğınlıqdadırsa, yenə də bütün varlığı ilə azğındadır. Ruhla cismin uyğunsuzluğu bir xəstəlikdir. Quran da bunu belə açıqlayır. Onların ürəyində bir növ xəstəlik var. Yaradılış aləmində hər bir insan tutduğu yolda addımladığı üçün həmin yolu ilə də irəli gedir. Başqa sözlə desək, insanın bütün diqqətini bir yola yönəlməsi həmin yolu ona daha doğru göstərir. Quran münafiqlərin ürəyində xəstəlik olduğunu bəyan etdikdən sonra Allahın onların bu xəstəliyini daha da artırdığını bildirir. Allah onların xəstəliyini daha da artırmışdır. Münafiqlərin əsas işi yalan danışmaq olduğundan həyatda rastlaşdıqları uğursuzluqları da öz yalanları ilə örtbasdır etməyə çalışırlar. Yalan danışdıqlarına görə ayənin sonunda Allah-u Teala onları şiddətli bir əzabla hədələyir. Yalan dedikləri üçün onları şiddətli bir əzab gözləyir. Daha sonra isə münafiqlərin xüsusiyyətlərini sadalayır. İlk xüsusiyyətlər odur ki, özləri fəsad törədən olduqları halda islah edən olduqlarını da iddia edirlər. Onlara yer üzündə fəsad törətməyin dedikdə, biz yalnız islah edənlərik deyə cavab verirlər. Növbəti ayədə Quran onların bu iddiasının yalan olduğunu bildirərək iç üzlərini açıb ortaya qoyur. Bilin ki, məhz onlar fəsad törədənlərdir, lakin bunu dərk etmirlər. Münafiqlər ikiyüzlülükdə israrlı olub o qədər pis işlərə adət edirlər ki, tədricən gördükləri işlər öz fikirlərində faydalı, islah edici işlər kimi nəzərə çarpır. Daha öncə də qeyd etdiyimiz kimi, günah həddini aşdıqda insan haqqını adamdan seçə bilmək bacarığını itirir.
Belə olduqda isə pis işi yaxşı iş kimi qəbul edir. Münafiqlərin başqa bir xüsusiyyəti budur ki, özlərini ağılla zərək, möminləri isə axmaq, sadəlöv hesab edirlər. Quran bu barədə belə buyurur: onlara digər insanlar kimi iman gətirin deyildiyi zaman, biz də səfihlər kimi iman gətirək deyə cavab verirlər. Peyğəmbər sallallahu haqq dəvətini canı dildən qəbul edib, iman gətirmiş insanları axmaq adlandırıb, öz ikiyüzlülüklərini isə zirək hesab edirlər. Onların məntiqində ağıl ilə ağılsızlıq yerini dəyişdirmir. Buna görə də Quran münafiqlərin cavabında belə buyurmuşdu: agah olun ki, səfih onların özləridir, lakin bunu bilmirlər. İnsanın özünə konkret bir yol seçə bilməyib qarşılaşdığı hər bir dəstəyə qoşulmasından böyük axmaqlıq varmı? Ən böyük səfehlik odur ki, insan bütün bacarığını yaramaz işlər görməyə sərf edir, hələ üstəlik bu hərəkətini də zirəklik adlandırır. Münafiqlərin üçüncü xüsusiyyəti odur ki, hər gün bir dildə girir, qarşılaşdıqları hər dəstəyə qoşulurlar. Onlar möminlərlə qarşılaşdığı zaman biz iman gətirmişik deyirlər. Müsəlmanlarla qarşılaşdıqda onlarla həmfikir olub, canı dildən İslamı qəbul etdiklərini, lakin şeytanın sifət dostlarının yanına qayıtdıqda onlarla müttəfiq olduqlarını, möminləri isə sadəcə olaraq ələ saldıqlarını bildirirlər. Amma öz şeytanları ilə xəlfətə çəkildikləri zaman biz sizinləyik, biz sadəcə onları ələ salırıq deyirlər. Bu ayənin ardınca gələn növbəti ayədə Allah Teala çox sərt şəkildə bildirir ki, Allah onları ələ salır və sərgərdan qalsınlar deyə azğınlıq içərisində saxlayır. Allah da onları ələ salar və onları tuğyanlar içərisində saxlayır ki, sərgərdan olsunlar. Haqqında danışılan ayənin sonuncusunda münafiqlərin acınacaqlı aqibətindən xəbər verir. Onlar hidayəti azğınlığa satmış kəslərdir. Onların alveri xeyir gətirməyib və haqq yolunu tapmayıblar. Növbəti videomuzda hər bir ayənin ətraflı şəkildə açıqlaması veriləcək. Əgər sən də Quranı dərk edərək oxumaq istəyirsənsə, abunə ol və birlikdə öyrənək.